Dədə balası daha bir möhtəşəm villanın təqdimatı ilə huzurunuzdayam. Sona kimi izləyin. Bizə bir dənə zərgər dəqiqliyi olan müştəri lazımdır. Super bir villadır, super bir məhəllədə yerləşir. Deməli, Sütamordovda çay fabrikinə gedən Belugaya çatmamış ara. Düz meşənin kənarında, bax beləcə 8 sot torpaqda inşa edilmiş möhtəşəm Avropa üslubunda bir proyektdir. Mən inanmıram ki, bu proyektin analogu Lənkəranda bir ikincisi var, yoxdur. Gəlin gedək, gəlin gedək. Deməli, 540 kvadrat metrdən ibarətdir bu tikili. 540 kvadrat metrdən bütün ağır işləri görülüb. Ağır işlər nədir? Maladır, filandır, pəncərə, qapıdır, amma təmirsizdir. Bizə bir dənə zərgər lazımdır. Zərgər dəqiqliyi adam lazımdır ki, bunu gəlsin, öz zövqünə görə təmir eləsin. 2 dənə darvaza yeri var. Biri budur, biri də evin arxa tərəfindədir. Ora keçmirik. Gəlin. Evin birinci mərtəbəsinə daxil oluruq. Böyük, geniş bir zal var burada. Çox böyük, geniş bir zal var və burada bölgülər aparılıb. Çox belə incəliklə danışmaq istəmirəm, çünki təmirsiz də gördüyünüz kimi padmayaqdır, qəşəng malası vurulub. Birinci mərtəbə monolit, ikinci mərtəbə monolit, ikinci mərtəbə ilə üçüncü mərtəbənin arası da monolitdir. İndi onlarla da tanış olacaq. Burada sanitar qovşağı ərazisi, mətbəx və s. və ilaxır. Çox belə incəliklərə emirəm ki, vaxt getməsin boş yerə. Divarlar görürsünüz, ana divarlar əsasən 40 sant divarlardır. Pilləkana baxın bir dənə. Dəyərli dostlar, bu evin pilləkanını ən aşağı deyirəm, belə maya dəyəri 50.000 manatdır. Ən aşağı. Amma ümumi qiymət çıxarmışıq bu evə. Sizi inandırım ki, real qiymət qoymuşuq. Real qiymət. Yəni, bəzi əmlakçılar kimi özümüzdən hoqqa çıxartmamışıq. Gəlmişik bir-bir. Dəftər, qələm hesablamışıq. Villanın ikinci mərtəbəsindəyik. Burada da 5 otaq var. 1, 2, 3, 4, 5 dənə otaq. Bütün otaqlardan baxın beləcə eyvanlara çıxış var. Bu otaqdan da bu eyvana çıxış var. Digər otaqları da sizə yuxarıda göstərəcəyəm. Baxın, gəlin çıxaq 3-cü mərtəbəyə. Vaxtımız çox getməsin. 540 kvadrat, 8 sot həyət. Burada torpaqların sotu 10.000 manatdan başlayır. 10.000 manatdan aşağı torpaq yoxdur, nəfəsim kəsildi. Bunu alan qardaşa xahiş eləyəcəyəm ki, bir dənə lift qoysun bura. Mütləq lift lazımdır. 3 mərtəbəli villada da nə istəyirsiniz? Burada villanın 3-cü mərtəbəsi. Gəlin bir dənə eyvana çıxaq. Bir dənə bu villanın eyvanına buyurun, baxın. Bir dənə bu mənzərəyə baxın elə. Bir dənə bu gözəlliyə baxın. Deməli, bu meşə zolağını görürsünüz də, dəyərli dostlar. Bu meşə zolağının digər tərəfi artıq dənizdir, Xəzər dənizidir. İndi düzdür, yarpaqlar çox sıxdır deyə görsənmir. Amma qış vaxtı yarpaqlar töküləndə bu villanın 3-cü mərtəbəsindən dəniz rahat şəkildə görsənir. Necədir sənin üçün, qardaşım? Dünyanın heç bir yerində bu gözəlliyi görə bilməzsən. Gördün, gəl dalımca. Yəni, bütün mərtəbələrdən eyni vəziyyətdir. Bütün eyvanlardan eyni vəziyyətdir. Baxın, bir otaq bura. İndi bu 3-cü mərtəbənin tavanını işləmək qalıb. Tavanı işləyəcəksiniz, banı basacaqsınız, təmirinizi davam elətdirəcəksiniz. Bu da bunun bir eyvanı. O otaqdan çıxdıq. Baxın, bu otaqdan da çıxış var eyvana. Çox qəşəng proyekt işləyiblər. Çox qəşəng proyekt işləyiblər. Bu otaqdan da çıxış var eyvana. Burada sanitar qovşağıdır. 2-ci mərtəbədə də sanitar qovşağı var və 1-2 otaq da burada var. 4 otaq buradadır. Aşağıda 2-ci mərtəbədə 5 otaqdır. Hətta 1-ci mərtəbəni də gördünüz. Gəlin indi qiyməti sizə elan edeyim. Dəyərli dostlar. Qiymət. 540 kvadrat. 8 sot torpaq. 250.000 manat. 250.000 manat. Qardaşım, götür gəl bu gözəl mənzərəni, bu gözəl villanın sahibi ol. Necədir sənin üçün? Bu gözəl villanın sahibi ol, dəyərli dostum. Nəyi gözləyirsən? Pulu evdə niyə qoymusan? Gətir, yatırım elə bura. Vaxtalar xeyrin görərsən. Dədə olası.